Tamam, hamda kompüteri açıqdır. Bəli, bəli. İndi eyni qayda ilə bu dəfə bir məktəb binası, bir orta məktəb. Bunu gələcəkdə diplom işinizdə zadda dəmir beton olsa belə alın, bunun o məktəbin həmən ölçüsünə yoxub birini əlavə olaraq hesab. Bu çox sizə üstünlük verəcək orada müdafiədə. Məsələn, bir məktəb layihələndirsə, məktəbdə belə olur da. Məsələn, bir çərçivə olunur, bir şey olur. O bir döşəmə eləyəndə əllə eləyirsin onu, yəni əl. Birdən də məsələn, həmən onun bir hissəsinin döşəməsini götür belə, həmən vardır. Bağla və belə elə ortaya qoy. Başa düşdünmü? Ki, məsələn, mən belə bir variant təklif edirəm. Bu şeydə ki, var əlimizdə. Elədiyimiz variant. Elədiyimiz variantda istifadə. İndi yenə birinci bir məktəb, deyək ki, bizdə eyni qayda ilə davam edirik. Necə davam edirik? New. Bəli, New'də gəlirik. 204A, demək 204 A5 elə bir A5 gəlin buraya yazaq, altdan da yazaq. Bu dəfə yazaq. Ne iter istəyirsiniz? Nöqtə var orada, problem yaradır. Nöqtə deyil axı, bir dəqiqə. Onun bağlama olur da aşağıdan. Bilmirəm, özündə olduğu Ot bu datanı bağlayanda o şey deyir, bağlayın. Hə, buna görə. Və bunu neçə eləyirdik? 3 eləyirdik, düzdürmü? Edinsə, da paralel gedirik, yəni paralel gedirik. Oldu? Bəli. Və burada belə açıldı. Hali gəlirdik, ondan sonra buraya gəlirdik, düzdürmü? Ne edirdik? Deyək ki, 6'nın 6 gəlirdik. Sonra biriniz yenə 5'in 4'ə, 3'ün 2'yə. Eyni bunun kimi. Demək, bura, bəli. Demək, birdən neçə dənədir? Birdən 6 Bu da birdən neçə dənədir? 12. Onu məndə 4-9'da həmin şey yazdım, yoxsa təzəsini? Yox, sən təzəsini yazmasın. Elə bildim həmin şey yazdım. Olmaz, yox, ölçülər dəyişirsin. Oldu, oldu. Mən 1-6 məsələn, 1-7 götürürüm. Bəli, götürürsən. Ondan sonra 6-5, 6-5 götürsən nə ola bilər? 1-13'dən 5 dənə. Elə mi düşürüm? Bəli. Tam götürəydi onu mən. Hə, çalışın tam götür. Məsələn, birdən tam olmayan, məsələn, 4-13 götürürsən, sonra yaz 1-13'dən 1 dənə, 1-dən 3 dənə. Cəmi yenə 4-13 edir. Başa düşdünmü? Bildin mi yəni? Bəli. Birdən artıq. Burada da bu elədim, təsdiqlədim belə. Oldu mu belə? Limit nə qədər olsun mənim 6-dan yuxarı olaraq? Çalışın 7-4 dəfə keçin, çünki keçməyəcək. Başa düşdünmü? Oldu mu? 7 mənim. 7 mənim. 7 mənim. Sana gəlirsən. Yaratırsan, fəali yaratırsan mı? Mənim onda... Şey hatta, şey Yedi götür, 7-14. Ye gəldi. Yani sarmında. Birden 6'dan o birden de 6'dan. Bəli. Gəlin həftə də olmayacaq ona. Niyə Yunus niyə yoxdur sən? Və o bəzi səhvlərə görə gələ bilmir dərslərə. O mən bilən dekanın xəbəri var. Ailəvidir mi yoxsa nədir? Deyəsən mən. Yox, yaxşı işarət. Ha, yaxşıdır o. Hə, yox, yaxşı şeydir. Hə, ona görə. Bazı turlardan da dərsi buraxırlar ona görə. Hə, yəni bir problem yox yəni. İkisindən 6'ya götürdük, birden de 6'ını. Bəli, mən altın altıya götürmür edim. Burada ölçü nədir? Mən altın altıya. 3-5, 7. Mən bəs 7-ni 0.5 dənə nə qədər götürə bilərəm? 0-5, 14. Əvvəlcə bax, əvvəlcə deyək, mən tamamı neçə eləyəcəm. Əvvəlcə onu deyirəm, denə mənə məsələn. Mən tamam eləmişəm onu, 4 olun 5-ində. Məsələn, indi məsələn. 4-13, 9 yəni kim buraya yazılmaz məndə. Yox, eyni eləmədi, fərqli olsun. Fərqli olsun. Məsələn, deyək ki, mən götürəcəm 5 onda üçün 6 onda üçün götürəcəm. Bax, 5 onda üçün 6 onda üçün. Bunu nə tər yazacaksın? Yazacaksın, bir yaza bilərsən ki, 1 onda 3'dən 1 dənə, düzdürmü? Bəli. Sonra 1'dən neçə dənə? 4 dənə, düzdürmü? Bu qrafiyə yazırsın onu, düzdür? Aha. İkinciyə də yazıram. Yenə 1 onda 3'dən 1 dənə, düzdürmü? Bəli. Gəl 6 onda 3 olmasın, qoy burada laf 6 onda 7 olsun, məsələn, dəyişiklik olsun da 6 onda 7. Bunu nə tər yazacağım? 0 onda 7'dən 1 dənə, düzdürmü? Bəli. Düzdür? Sonra nə yazacağım? Neçə yazacağım? 1'dən 6 dənə də. Onu kvadrat olmalı değil mi bizdən? Kvadrat deyil, düz-düzaqlı. Şərt deyil kvadrat. Ha, şərt olmalı. Yox, gördün nə tər gördün? Başladım mən. Başa düşmədin deyəsən. Başa düşmüyorum. Yəni bunu həmən bu şey buraya qoyursun, buraya yazırsın. Aydın olmalı. Yəni tabi çəkəndə özünü oraya qoyursan, bundan neçə də qoyursan. Yəni ölçü sənin özündən asılıdır. Onun ona götürmə, onun ona nə qədər götürsən də keçməyəcək. Başa düşmə, itiləyin keçməyəcək. Ona götürmə. Aydındır mı? Elədin mi qızım, çatdın mı?
Plus elədi, alındı mı bu? Çamlıca da plus. Mikro boyda işte. Bəli. Baxışda geçmiş. Nə? Yox, getdi sən ol. İcazə ver. İndi nə edək? Gəlin bunları açaq. Bunlar dünyanın hardan açıldı? Bayraqdan elə deyil. Belə gəlirik. Düğünler buradan açılmır, buradan dersen açılır. Bəli, bəli. Böyle açmır. Böyle açılır. Sonra bu ne diye öyle değil mi? Aydın mı? Geldiniz mi? Sonra ne inirdi burada? Burayla gidelim kendi plajı. Sonra ne inirdi? Sərət şərtlərdən halit götürüp belə. Bağlıyırız zətə. Düzdür mü? Gəlin mən çatdırabilirsin uşağı. Bəli, bəli. Düğünü bak buradan seçirsiniz. Bak başlardan düğünü seçin. Aha, seçmişəm bunu. Bahar gəlirdik bura. Bura gəlirdi, elədi, bunu nə edirdi? Zet edirdi və bunu püs edirdi. O bir no şerif dedi. Niyə başa düşür? Hə. Okey. Yox, püs koyandan sonra. Niyə dedik ki, o bir no şerif? Burada alınır, deməli. Bəli, düğünlər, yox. Ya o şey gəl. Bəli, düğünləri seç kənara. Düğün Mübarək seçdin mi? Gəl buraya. Ha, buradan zet aktiv elə. Oradan zətə bağlıdır. Burada da püs Alınmadı. elə. Bağlıdır da. Bura gəlsən, zətə bağlıdırsan. O zət seçmişsən, plus edirsən. Düzdür. Zət bağlıdırmışdım. Muşkan verdim. Elədiniz mi? Elədin mi bunu? Bak buradan çekin, aşağıdan bak düğünü şey. Elədin mi? Bak bu düğünü şey. Gel bak bunun üstüne bak böyle tut, bak böyle bu. Elədin mi bak? Dondu gel buraya da. Gel bak buraya, bak buraya. Buraya gel, bunu zeyt ele. Bunu zeyt ele, bak şurası var. Bu şey, spring şeyli, bu shift zadak gibi. Hamd olur mu? Hamd gelir mi? Shift'in həmişə. Ya olmadı, kimde olmadı diyesin falan, ne olmadı? Shift Sen bir ben- kömeğiyle de orada gönlerde olur. Paralel gelir. Yok diyor. Niye oldu? Tamam. Sen de ortalar Mehmet kim olmalı? O şalalar Alınmır ben sen, niye alınmır? Benim alındı. Onu seçtim. Başa da saldı yani böyle şey olsa Buradan zete basarsan plus eksin. üstte Türkiye buramda çıkıyorsun. Yani çık tercih seçti. Sen seçsin çıktı. Alındı mı? Bəli. Şimdi geldi hala Sərət şəhər. Buna geldi elə değil mi? Snip. Seçin bak buna. Geldiniz mi? Bəli, bəli. Gelin buna. Gelin bu defa DSF'e gel. Gelin buna sinifi seçmeyecek. Gelin bu defa SP seçecek. Şimdi bu ne? Bəs ümumi verirəm, məsələn, mən evdə işlədim orada, industri alınan hissəyə qədər gedişat var, həmin o hissə. Orada, yəni bax bu çəkici seçəndə yüklər verdi, 3 dənə, dik. İndi burada üçü də birində alınır. Yəni 3 dənə düşmür alt-alta, maviləşmir də, yəni ki, ancaq... Harda alınmadı? Bak. Elə məsələn, bura gəlmir. Yəni məsələn, sinif qalırdı, altda biri vururdu, iyi. Sonra okey vururuq. Gelin bir tane suyla gelir. Bak sen böyle buraya gelirdi öyle değil mi? Buraya geldi. Belki sen bunu demek istiyorsun. Bak bu nerede burada yük şey yaptı. Belki sen bunu demek istiyorsun. Yox, eləsində... Yani buna geldin. Bak geldin buraya düzdü mü? Bəli. Ne birden anlıyor diyorsun. Oradan vurdu, bəli. Ben buna vurdum. Sonra sinif olduğu için qalırdı. Bəli. Şimdi orada ikini seçirdim. Sıfır olmalı. Bəli. Sonra okey. Mənim snipim güzəldir. Onun sonra indi yenə vurdu. Ben diva vurdum.
İndi oradan bilmirəm. Ha, bax, belə üst-üstə düşürməyəm ki, altdan 3 dənə qat. Niye? Bilirsen mi? Gözle Sen bilirsen. güç verme. Niye? Burada da gelmez. Gördün mü? Burada da ancak biri oldu. Niye? Seçme. Şöyle. Sen get buraya bak, sen o yükü hamısını birde verirsin böyle ihtimal. 1, 2, 3 eləyirsən mi? Sinip seçmeyin. Bak, Eski seçmeyin. bak sen birinci verdin, sonra ikinci keçmeliydin buraya ikinciyi vermeliydin, sonra keçmeli üçüncüyü verdin. Eləyirsən mi onu? Və əsas odur da elə sən bütün yüklərin hamısını birdə verirsin. Onca bircə yükünü göstərirsən. Başa düşdün mü sən? Məndə də eləmir də, çünki niyə mən hapsa bircəciyindənərim, məndə də eləmir, çünki hələ birdir. Sen sen bunu burada eləmirsin, burada yox. Sen bütün her şeyi qutarandan sonra, bak buraya gələndə, bəli, burada eləməlisin onu. Amma burada səndə bircə dənədir, mən də bax, ikinciyi gəl mən eləyim, gəlməyəcək, bax, ancaq bu deyil, bir dənədir, bax, ancaq burada dəyişir, çünki bir dənədir hələ məndə. Sen buraya bak, sen yükler ve de yadından çıkıp aşağıda buraya 1, 2, 3 eləmirsin. Sinip seçer. Yok, gel bir de reis mesajı. Gel uşağım. Aydın oldu mu kızım? Böyle eğitmez yapın orada. Şimdi gel buraya, düzdü mü? Ben SPSS default Koy bunu da başa salayım da bir de. Başa düşecek şey gelir inşallah. Bak inşallah burada bu saat birinci sinipti, ikinci DB'ndi, üçüncü de SP'di. Sinip nedir? Sinip köyde Sovet'ten kabak olan sinipti. Stryter'ın norma injinerini proyektire böyle. Açılış öyle yani. Tikinti norma ve qaydalar. Stryter'ın norma injinerini layiheləndirmədə tikinti normaları daha doğrusu bir layiheləndirmə. İkinci DB'dir. DB'nin Ukrayna'nın normasıdır. Deməli, bu program ilk Sovetlər Birliği'ndə, Köhnə Postsovet vaxtında bu program Ukrayna'da yaradılır. Və buranın mərkəzi olub Ukrayna. Amma Sovetlər Birliği dağılandan sonra və bunun da başında olub Qaradetsk. Yəni oradan yığılıb, o vaxt hissiyədə fərq yox idi. Ukrayna, Azərbaycan, orada hər şeyi bir yerə salırdı. Bu doğru. Sonra SSR dağılandan sonra bu Qaradetski getdi Sankt-Peterburg'a, indiki Sankt-Peterburg. Orada lira sapını yarattı. İndi o qrup iki yerə bölünüb elə bir. Biri lira programın ilk adı lira olur. Sonra lira 9, lira 9.2, 9.6. Ondan sonra ayrıldı. İndi bir grup qalıb Ukrayna'da, hansı ki köhnə qrupdur. Bir grupda gelir Rusya. Rusya gedən yarattı lira sapını. İndi biz geçirik. Amma Ukrayna'da qalan lira 10 getdi, lira 12. Onlar da həmən o lira ilə davam edirlər. Bu lira qutarandan sonra mən sizə lira 10'dan da dərs keçəcəm. Orada onu deyəcəm biləcəksən. Yəni bu proqram belə tarif. Orada bu proqramda ancaq əsas 3 dənə normal. Biri sinipdir, hansı ki bu ümumi o başdan olandır. İkinci DB'nin Ukrayna'nın norması, SP Rusya'nın norması. Aydın mı? SP'den göz 2011'de. Bunun artıq 2011'i var, 2013'ü var, 2018'i var. Belə devam edir. SP'yi seçəcək. Ben bəs yuxarıda... Seçtiniz mi SP'yi? Özüm dəyişdirdim. Yəni bir şey var ki, burada SP'yi seçək. Yerdə qalan heç nə eləmirəm. Bunu da belə eləyəm. Aydın mı? Bunu da belə. Aydın oldu mu? Geçti mi buradan? Sonra ardıcı burayla gedək ki, indi gələk sərtlikləri yaradılması. Sərtlikləri haraya yaradırdı? Gəldik buraya elədim. Tabi bunu özünüz yerində, tabi bunu siz bilirsiniz, buraya gəldim. Elə deyil mi? Ət elə deyil mi? Sonra bu, sonra buraya gəlir, elə deyil mi? Buraya nə edir? Gəl buraya betonu B30 götürək. 3.3, E6'dır betonun günü. O birisindən neçə götürmüşdük? 3.06. Ben 20. Y6. Biz bəziləri istəsə 25 götürə bilərik. B30, B20, E6 yazılır. Faz sözləmişlərimiz neçə idi? Gəlin bunun bir nömrə... 0.10'daki idi bizi palsın. Bunu da götür 0.16. Ben əslində 0.15 də götürə bilərəm. 6'yı 40'a bölündə nə düşür? 0.15 düşür, değil mi? Ben 1 santim daha artıq götürüm 0.16. Burada mənim daha çevirməyəcək, altını bölərim. O da 16 götürməli deyildi. Yox, minimum 15 götürə bilərəm. 16 hardan çıxır? Bax, 6 metrədir. 6.000'i 40'a bölündə nə düşür? 15. Ben de 1 santim ehtiyatla götürdüm onu. Yəni orada mən 1 santimetrə çevirdim, burada isə 0.6 aldım. Yox, bu 0.16 yox. 16 olmalı değil mi? 16, bəli. Bunu mu deyil? 0.16 metrədir. Böyle de yazar.
Aydın, Döşəmə. döşəmə yazın, adını yazın. Esrada dəyərli. Ha, yox, 2.75 nətər dəqiq. Bunu verməsəniz, bəli, Yazılmaz. bu ağır betonlaşır. Burada dəyişən elastik moduludur. Bax, buradakı budur da. Ne edirik, bunu beləcələ elədik. İndi seçəyli döşəməni. Yox, hələ tələsmə. Qoy, bunu da toplam ondan sonra da hamısını bilirdi. Fərqi yoxdur, elə deyə bilərsən bunu, yəni. Buraya gəl, ikinci nəsə işi, ercələrdə reinforcement armaturaman. Ne edirik, gəlirik buraya. Birinci bura, yox da buna gəlir, elə deyilmi? Ne edirik burada, yazırıq buraya döşəmə. Ama o sağ tərəfdən transfer. Nə? Sağ tərəfdən. Bu mu? Necə açdı? Plate'in Şeyə gəl, bax, burada var mı bu səndə? Bax, bunu vur açsın. Bax, təzdən gəlirəm bir dənə, gözlə. Bunu vur açsın, vurdun mu? Açıldı mı bu? Bunu yazırsan, bunu eləyirsən mi? Var da mı səndə? Var da mı səndə? İndi gəl, bax, burada, ikinciyə vur, bax, burada. Buna vur. Rıcı yazıldı. Sonra ondan gəl, indi burada editə vur. Bax, editə vur da görəcəm. Açıldı mı? Boş olacaq da açıldı mı deyirəm pəncərə, açıldı mı? Yox, tamam, açıldı. və pəncərə açıldı. Pəncərə açıldı. Belə pəncərə açılmadı. Açılır, bəli, pəncərəsi açılır. Bildiğim var, mən də üstüm sağ tərəfdə. Başa düşənməyəm bana sənin. Və deyir mən nə kimi sağ tərəfdə heç nə yox. Ayında açıldı, mən o ayrı basmam. Ha, bax burada yəni. Gəl, burada buna vurur belə, elə deyil mi? Vurdun. İkinci. Buraya nə eləyəcək? Yazın. Slab götürüyor mən. Bəli, sınav. Sonra 200. Bəli, bunu da götür. Bax, bu üç nədir bilirsinizmi? Çox önəmli məsələdir. Bax, qoy bu nüans, bunu 200. Bu üç nə demək şu an? Bu inşaatda çox önəmlidir. Baxın, bu üç nə demək? Beton muhturiklər ona pas pay deyirlər. Biz beton mühafizə qatı deyirik. Bir armaturdan sonra nə qədər beton olmalıdır mənası. Buna beton mühafizə qatı. Yəni, bir şey yadınızda saxlayın ki, armatur hava ilə təmasda oldu mu paslanır. Paslanan kimdən nə olur? Yük götürmə qabiliyyətini itirir. Onun üçün bu armatur betonun içində elə qalmalıdır ki, buna heç bir hava ilə bu təmas olmasın. Amma bu beton, bu armaturdan sonra bu beton azı da ziyandır, çoxu da ziyandır. Azı ona görə ziyandır ki, zamanla orada hər hansı bir korroziya falan olanda armatura beton tez yiyilib armatura çatma ehtimalı var. Çoxu da deməkdir ki, çox olanda ora çatlayacaq. Bunun standart, bunu düzgün təyin eləmək inşaatda çox önəmlidir. Və inşaatda bir proqrafın, indi hamınız konstruktor olacaq deyə bir şey yoxdur, hamınız layihəçi olacaq deyə bir şey yox. Bir iş icraçısı olanda, bir iş icraçısının işinin düzgün təşkil olunması hardan bilinir inşaata girəndə? Əgər bir inşaata girersənsə də hər hansı bir yoxlama, yəni yoxlama deyil, bizdə müəllif nəzəri. O inşaatda armatur görmürsənsə, demək ki, bu yaxşı işləyir. Hansı yerdə bir dənə armatur görürsə, demək ki, bu proqram işini yaxşı görmür. O armatur görünür, sonra onun üstünü zamaska deyirlər, belə eləyib bağlayırlar bu qum sement mənlə. O yaxşı hal deyil. Demək ki, o, bu beton mühafizə qatlarını düzgün qoya bilmədi inşaatda. Bu nədən təyin olunur? Beton mühafizə qatı armaturun diametrindən asılı olaraq dəyişir. Onun üçün mən sizə standart deyə bilmərəm ki, 3 olsun, 5 olsun, 7 olsun. Amma bir standartı deyə bilərəm. Bu standart həmişə bir qayda var. O türklərdə yaxşıdır, ümumiyyətlə xaricilərdə o yaxşıdır. Xaricilərdə bu həmən bax bu mərkəz söhbətləri. Bu mərkəzi bax nə qədər olmalı armaturda. Bax bu betondur görürüz, bu göy armaturdur. Buradan buraya qədər olan məsafə onlar təyin eləmirlər. Bizdə Sovetdən qalan şeydir, layihədə bunu göstəririk. Bu məsafə armaturun mərkəzindən biz hesablayırıq. Amma xaricilər, əsasən türklər belə deyir. Deyir ki, inşaatda istəyirsən sütunu elə, istəyirsən döşəmə elə, istəyirsən riger elə, tir elə, heç bir fərq yox. Axırıncı armaturdan betonun axırına qədər olan məsafə 20 mm-dən az olmasın. Yəni 2 cm. Axırıncı armatur nədir sizdə? Axırıncı armatur. Bax, biz burada bu armatur 2 dənə tor var, elə deyil mi bu döşəmədə? 6 deyirəm. Eyni qayda üstə daydı. Bax, bunun axırıncı armatur, bax bu armaturdursa, burada eyni böyük şəkildə çəkirəm. Bu armaturdursa. Bax, buradan, bax bu armaturun buradan buraya qədər olan məsafə
20 millimetreden az olmamalı. Ama bizde necə hesablanır? Biz bunu mərkəzindən hesablayırıq. Mərkəzindən necə hesablayırıq? Mərkəzindən bu armaturun diametrinin yarısı həmişə mərkəzdən götürülür. Məsələn, sən bunu artıq qərar verməz. Əgər diametr 12 armatur götürürəmsə, onun yarısı nə edir? 6. Üstünə də gəlirəm 20 millimetr. Nə deyirdi? 20 millimetrdən az. Cəmi nə elədi? 26 millimetr. Onu yuvarlaqlaşdırıb neçə eləyirəm? 30 millimetr. Bax, o 3 santimetr olur. Oradan gəlmədi. Məsələn, mən bir sütun olsaydı, bəli, sütunda da eynidir, amma sütunda 12 armatur olmur artıq. Sütunda 3 santimetr bəs eləməyə bilər. Niyə eləməyə bilər? Əgər sütunda mən bu armaturu 25'lik götürmüşəmsə, diametri 25. Diametri 25'in yarısı nə qədər eləyəcək? 12 yarım. Üstə də gələndə 20 nə eləyəcək? 32 onda 5. 3 ödəmir. Orada 10 onu yuvarlaqlaşdırır. 4 elə 5 olur. ya da 4. Olmaz. Başa düşdün mü? Yəni bu armaturun diametrindən asılıdır. Bunu dəqiq demək olmur ki, sənə bunu götür. Yəni bizim normada o elə. Bax bunu təyin eləmək çox önəmlidir. Məsələn, bir inşaata gedirsin, müəllif nəzarət aparırsın. Demək istəyirsən, görüm bunu. Həmən mehtiyi alırsın, axırıncı armaturdan sonra bunu ölçürsən, görüm 2 santimetr var. Varsa demək ki, düz qoy onu. Yoxsa demək ki, sabah o armatur orada görünəcək. Aydın. Sözcüdür. Bunun mənası odur. Bir də burada bir şey var, bir dənə də məsələ var, bunu da başa düşün. Bu nə deməkdir? 0.4 nə deməkdir bunun qabanı? Biri var uzun müddətli yüklər, bir də var qısa müddətli. Bax, long time, short time. Uzun müddətli yüklər, qısa müddətli yüklər. Norma deyir ki, sizə, yəni ümumiyyətlə bizə, heç bir beton yanınızda saxlayın uşaqlar. Elə bir beton yoxdur ki, çatlamasın. Ancaq xüsusi bu atom elektrik stansiyalar, atom stansiyalar üçün tikilən binalarda heç çatı ola bilməz. Amma ondan başqa bütün bu tikintilərdə, bizim bu gördüklərimizdə norma deyir ki, 0.3 və 0.4 millimetrə qədər çatlaya bilər. Maksimum ondan yuxarı olamaz. Ondan yuxarı olsa demək ki, o gələcəkdə ya armatura hava dəyəcək, armatur paslar, ya da bəli, bunun yük götürmə qabiliyyəti itəcək. O qədər sənə səhvət verir. 0.4. Su ambarları üçün, əgər su ambarlarını layihələndirirsənsə, onun norma deyir ki, 0.3, 0.2 götür, 0.4 də 0.5 götür. Sən deyə bilərsən, belə bunda qoy 0 götürək eləyək də bu qutarsın varsın. Amma 0 götürəndə sonra çox güclü armatur rastlıqda olur. Armatur çox artıq gelir. Yəni xəta baş verir. Bəli, yəni armatur xəta baş vermir, hesablayacaq buna. Və armatur daha çox gedəcək. Yəni çat olmayacaq ki, mən. Bəli, çat olmayacaq. Çatı deyilsin, olmasın. Onda çox güclü armatur gedir. Bəzən eləyirlər onun iqtisadi cəhətdən səmərəlidir. Amma xüsusi qurğular ola bilər, onda eləməz. Aydındır? Bax, bu da 0.4. Bu 200 də nədir burada? Bu 200 də adını mən 200-dən bir qoydum. Və buraya vurursunuz. Oldu mu? Gördünüz mü? İkinciyə gəlirəm buraya. Burada ləngiylə döşəmə. Bunu neçə götürürəm? Bir oldu. Düzdür. Çox önəmlidir. Burada bir, bunların hamısı standart. Hər gün. Aydın mı? Buraya da vuranda bir gəlir. Necə? Orada kim qalır aşağıdakı? Hamısı heç bir nə var. B30 dəyişdir. Bəli, bir dənə B30 eləyəcəm. Çünki betonun sinifi orada nəsə, burada da olmalı. Çünki nə eləyirik? Bu. B30 seçdiyim mən. Bəli. Gəlin bunu A5 göstərək bir dəfə. İkisini A5. Bəli, bunu da 5 götürək. Bunu da götürək. Böyle bir ses oldu. A1 Üçüncü A1 değil hemen. Üçüncü nədir? Döşəməyə yazılır. A1 bir sizdə. Yox. A1 yox, eləcə A1 uşaq. Yox, döşəməyə yazılır. Yəni Bala. 1.12. 12 olmalıdır maksimum şey. Nə? Bəli, bunu da 12 eləyək, 12. Maksimumdən çalışın. 16'dan yuxarısını biz 12 götürəcək. 12 litre onda 2 var. Enter. Ha, bu önemli tabii. Vurur. Burada şey. 11 onda 2 Mən təbrik edirəm.
Bax, neçə alındı? Neçə alındı? Yerindədir bu. Yerində. Öğren. Yardım yok olmuyor. Gel. Çok boyda da. Zayıf kıyman. Çökmüş ben içine çıkamıyorum. Bravo. Sözüm yok. İki söyledim ben başımda. Ben tavada da A5-5 eləyərəm. Ayçüce istehsal olur. Onu dəyişdirib yenə atıram. Mən bu ayın nə vaxta qədər uşaqlar hazırlasın? Uşaqlar, yenə deyirəm, bax. Ayşələ, eşitirsiniz məni? Bax, bugün ayın neçəsidir? 17 mən. 17. 30'una kimi? Bəli, 30'una qədər mənə göndər. Bax, deyirəm sizə, 30'una qədər göndər. Bax, 30'u nə qədər tez göndərsəniz, mən də bir o qədər tez baxıb, yəni işimi görürüm. 30 saat 12'de zaten Bəli, göndərir. 30'u dəqiqə. Həm mailimizi atıram, nə vaxtsa uzatıram. Elə o şəkildə yer. Eşitdim ha, bax, sonradan bir elədir. Göndər, Samirə, orada bir daha paket edəcək, bir dəfə 2 faiz arasında. Görünür, sığışmır, yarı-yarıda böyle bir şey elə bilər. Birində tava eləyərəm, birində nə məktəb. Aysa, birində döşəmə elə bilir. Uşaqların adını yazaram, bir də 2 dənə Diqqətlə fakta. göndər ki, Samir də onu böləndə tez qoya bilsin. Yəni sizdən də asıldı, yəni bir onlar düz göndər. Aydındır mı? Sonra nə çarptırıb, bunu, burada döşəmə də yazayım gəlin. Yəni bu önemli deyil, amma postdan yazaq da elə gedirsin. Belə buranda buraya düşəcək. Aydındır mı? Ben buraya pürüz edeyim. Ya bunun oldu, gitti. Yoxlayanda da belə yoxlayın da, belə bir baxın, görün belə düzdümü, düz bax, belə Bir də burada. kontrol edər, kontrol edər. 18, 18, Aydındır mı? Getdik. Gedebilirsin uşaqlar. Bəli. Arkadakiler. Sen benim seçtim ben. Bunlar neydiler orada? Əhəmiyyəti var. Müəllim, mən seçdim hocam. Az göreyim. Eğer ki ikinci ilə bu alttaki Sizin screen nerede var? Ne istiyorsun? Renk deniz. Ne istiyorsun? Soğanı başa çıkardım. Aydındır mı? Ben seçtim tavalarını. Ben tavalarını neydi? Kontrol aynen, düzdü mü? Bəli. Ne seçmedi? Yani ekrana bakın seçtim. Kontrol A. Ve burada neydik? Bunu təsdiqlə dedik. Bəli. Seçtin, belə də seçə bilərsiniz də bu. Belə də seçə bilərsiniz. Müxtəlif variant var. Belə də seçə Bəli, bilərsiniz. bəli. Bax, deyəm, seçdiniz, elədiniz mi? Nə? Eləsə süpürgü ilə təmizlədə, nöqtələr qırmızı qalır, süpürgü ilə təmizlədə. Belə gəlir, belə. Belə buranda burada görsəndin mi? Bəli, görsəndə. Yerindədir. Təsdiq etdin mi? Burada. Bura gəl, bax buraya. Buna bax, bax, üstüyə var, burada. Vurdun mu? Buna vurdun mu, bax? Geldi sen ne? Evet, orada vuranda sonra bax, bu indi aktiv olmalıdır belə, buna vurur. Belə tutur, müski ilə belə tuturlarında. Çünki sən eləmədin, bax, oradan bilir olacaq. Sən çünki təsdiqlətmədin, sən bax, belə elə, bax, bunu seç, bax, bunu belə seç buradan, qızarsın. Belə eləmişsən deyil. Onu şey değil. Seçdin mi? Belə. Sabir, o kömək edir ona, böyle seç. Sen təsdiqlətmədin. Kontrol aynı.
Gözlerden elinde gör. Bir bak böyle aşağısı var ya bak bu da bunun aşağısı var. Böyle aşağıdaki. Bir şey yadından çıktı uşaqlar. Bunu bir arada bir saxlanın teliyle. Saxlayın bunu. Saxlamaq yadından çıktı bəyəklərdən. Bir yerə saxlamışsa sizdən gedir. Alındı mı? Bəli, almışım mən. Üsteyse çıktı. Mənim almam. Alındı. Üçte görsendi mi? Ben indi görsəm. Benden görsendi mi? Devam edelim. Buraya kadar geldi. İndi neyleri? Sen de kızım. Al. Şimdi yine burada birinci ölçekisini veriyor. Ölçekisi nedir bunu? Gelir buraya. Bir vereyim ben. Hadi oldu kim kaldı? Eladın mı? Taktın mı bu? Bak buna vurun. Burada bir çeki var ya bak gördün mü bunu? Ben bunu azalım bunu basarım. Ben bu böylece geldi. It was not as it was more. Ben bir de bassızdan gördüm. Ha? İki daha bastım. 2 dəfə bassız yazdım. Ne Bunu kontrol etmek için belirleyeceğim. Bak buraya gel. Bunu böyle vuranda, bak bunu böyle görüyoruz. 0.44 nerede? Ben kalınlığım neçeydi? 6 idi məndə. Yok. Kalın 16 santim. 16 bəli. 0.16'yı neçeye vurmalıyım? Bunun göre 2.75'e neçe çıkır? 16'da 2 yapmış. Sıfır kaptır məndə. Sıfır kaptır da alınır. Mənim o uşaqda alınmadı, baxdım. Ne alın? Gözlər yük vermək olmaz. 3 diye alıp bu. 3 diyesi var. Ben de ona bak ondan sonra. Ben de biz çıkan tamam. Bəli, var mənim. 3 diye kadar geldi ama olsa sevilen ne ters sağ oldu sevindim. Ben de P 332. Geriye bas. Ne? P 332'dir bende. Neçe? 332. Sıfırdan yükseleceksiniz. Yok, evet 332. Ya mənim 3 test var. Ne alınır? Sen yük vermək olmur mənim. Niye de alındı? Sen çocuk bunu bilecek mi? Senin yordan yürüdüm sen. Ne geldi?
Videonu dayandırıb. Ya kontrol ayla ya belə. İndi ikinciyə keçdik. Select kontrol. Kontrol. Gəldim bura. Aşağıdan keçdik. Luada gel. Aşağıdan 2 eləmək yadınızdan çıxmasın ha. Bax nömrə 2 eləmək hamı da 2 oraya baxın ha. Bəli. Seçdiniz, gəlirsiniz bura. Nöqtəyə sonra. İndi uşaqlar, burada stop. Hamınız məni dinləyin. Ən çox bax, uşaqların gələcəkdə eləsi var, 10 ildir konstruktordur, 10 ildir hesabat edir, amma bu yükləri aid edilməyirlər. Bax, ən incə məsələ burada var. Düzdür, siz hələlik bunu keçmirsiniz. Gələn semestr səhv eləmirsə dəmir betonda keçəcəksiniz. Ona çox diqqət edin. Bax, yükün mənasını başa düşün. Yük nə deməkdir? Nə üçün? Yəni, burada bu çox önəmlidir. Siz yükü düz versəniz, düz nəticə alacaqsınız. Səhv versəniz, səhv nəticə alacaqsınız. Bu da birbaşa dayanıqla təsir edən faktordur. Yükü başa düşün. Hansı yüklər var ümumiyyətlə? Daimi yük var, uzun müddətli müvəqqəti yük var, qısa müddətli müvəqqəti yük var, bir də xüsusi yüklər var. Daimi yük nədir? Daimi yük, bir bu konstitusiyanın öz yükü, hansı ki burada var. Bir də bunun üstünə hansı ki türklər kaplama deyir və ya döşəmə deyir, bir döşəmə yükü. Çünki heç bir yerdə beton özü tam beton deyil. Onun üstündə ya keramogranit olur, ya parket olur, ya laminat olur. Doğru mu? Hər hansı bir yük olur o üstündə. Bu yükü burada nəzərə almaq lazımdır. Bax, birinci öz çəkisini nəzərə aldıq. İkinci daimi yük, bax budur. Bunun konkret normada bir adı yoxdur ki, mən sizə deyim buna 200 verin, 300 verin, 150 verin, bunu deyə bilmərəm. Bu çünki memarın verdiyi həddən asılıdır. Məsələn, buraya parket verəcəksə bunu hesablayırsan, o yükü verirsin. Keramogranit verəcəksə çox olacaq aydın məsələdə o yükü verirsin. Mərmər verəcək o yükü verir. Yəni bunun konkret normada adı yoxdur ki, sən bu yükü ver. Bu sənin bilginlə onu təyin edəməzsin. Amma təcrübə ilə əsasən həmişə 200 kilo ilə 300 kilo arası verilir. Təxminən çıxır. Amma yenə deyirəm, bunun konkret bir norması yoxdur ki, mən sizə deyəm. Bildiniz mi o yük hansı yükdür? Bir var öz çəkisi, birinci verdi. Amma ikinci indi nə verdi? Burada hansı ki başqa olan, hələ müvəqqətdə keçməmiş ya, uzun müddətdə keçməmiş. Biz keçirik ikinciyə hansı ki bu yükü verilən. Bax, o həmən idi. İkinci verdiyimiz yük, bax budur, bax. Həmən seç, bax bu yük. İndi keçən dəfə biz bunu belə topa vermişik, doğru mu? Yadınıza gəl, yüklər də var. Elə bir topa yük, müntəzəm yayılmış yük. Burada gəlin bu dəfə bunu yayılmış yük kimi verək. Nə verək buna? 0,20. Yenə deyəm, bu 0,2 ilə 0,3 arasında əsasən dəyişir. Amma bunlar 0,2, 0,3. 3 arasında bəli. 0,15, 0,20, 0,25, 0,20, nə istəyirsinizsə belə şeydə bilmək. Və bunu belə təsdiqlədim. Bəli. Sağ olun. Hilskay mı? Hə, bizdə problem yoxdur. Dedim axı dünən mən şeyləri. Bəli, hazırda. Bu sıvay yazda mühüm üçüncü tərəf kimi yazdı. Bəli. Binadan da biraz bir şeylər əlaqə edirsən mi binadan? Ümumidə üçüncü tərəf kimi şey. Elə mən hazırda verəcəm. Olsun, təcil deyilər ki, hələ onlar çəkəcək, nə bax istəsən. Mənim sözüm var. Luat da eləmədi, yeriz. Luat кейsə eləmədi. Eləyər. Sonra eləyərik. Onda ya, başladım onda, avtomatik bax, bunu eləyəndə gələcək. Sonra gəlib adını dəyişdirik. Buraya gələndə avtomatik burada yaranmıyor. Bilirəm, mən sadəcə adını dəyişdirmişəm də. Birində də olmalıydı. Eləyər, problem. Elədiniz mi ikinciyi də? Saxlan telin tənəffüsə çıxın, tənəffüsə çıxın.